Sən bu dünyada hamı istisnasız varlı, zəngin, vəzifəli, vəzifəsiz kim olur olsun, ərəb, əcəm, türk, fars, kim olur olsun, dünyanın hər bir yerində yaşayan insandırsa, insan dünyada yaşayırsa o əziyyət olunacaq. Sənin iki çarən var. Ya bu əziyyətlərdən depressiyaya düşəcəksən, narahat yaşayacaqsan, qəmə qərq olacaqsan, tənhalıqda yaşayacaqsan, yaxud da bu əziyyətləri özün üçün keyfə və ləzzətə çevirəcəksən. Bu əziyyətləri keyfə və ləzzətə çevirməyin mexanizmi nədir? Bu əziyyətləri keyfə çevirməyin mexanizmi onları səbirlə qarşılamaqdır. Bu mexanizmdir, bilirsiniz? Yəni, ata nəsihəti kimi yox, mexanizmdir bu, konkret. Və təcrübə eləyə bilərsiniz. Acı hadisə gəlsin, sən onu dinən ki, dözürəm ilahi, mən səninlənəm, sənlə mən ikimizik də, bu hadisələr aramızı düzəltmək üçündür. Sən bunu göndərmirsən mənə hədiyyə kimi, bunun arxasında mükafat yanır. Onda, belə deyək, acı hadisəni ağuşuva al. Əgər o ləzzətə çevirməsə, mən də din adından danışmaram, çevrilməsə. Gəlin, sabahdan təcrübə eləyək. Sənin əlacın budur ki, ya səbirlə bu əziyyəti keyfə çevirəsən, ya səbirsizliklə cəhənnəmə çevirəsən, həm dünyanın cəhənnəmdə keçsin, həm ahirətin. Allah da səni cəhənnəm üçün yaratmayıb. Allah yaradıb ki, sən özünü tanıyandan keyf eləyəsən ta əbədiyyətə qədər. Dünyada bu keyf əziyyətdən olsun, ahirətdə bu keyf mərifətdən. Əziyyət elə mərifətə bağlıdır ya, əziyyət elə mərifətə bağlıdır. Əziyyət çəkə-çəkə mərifəti artır. Kim səbrin öhdəsindən gələ bilir? Hər kişinin işidir bəyəm. Hər kişi.